Aparıcı Vüsalə Əlizadənin doğum günüdür. Aparıcı özəl gününü aparıcısı olduğu verilişdə qeyd edib. Vüsaləyə ən böyük sürprizi qızı Dilək edib. O əlində gül dəstəsi ilə studiyaya gələrək anasını təbrik edib. Təbrik zamanı kövrələn aparıcı həyatından bəhs edərək duyğusal fikirlər səsləndirib. Həyat məni çox yıxdı. Bir həyat, bir də mən var idim. Ayağımın qanını, acısını silib yoluma davam etdim. Həyat mənə qaçmağı, möhkəm dayanmağı, mübarizə aparmağı öyrətdi. Bizim ən böyük düşmənimiz həyatın özüdür. Bizi sevindirən də, yıxan da, vuran da odur. Bəzən hər şeyi atıb getmək istəyirsən, amma səhər oyananda özünə deyirsən ki, davam edəcəyəm.